uşaqlar, mən bugün sizə riyaziyyatdan danışacağam. Riyaziyyat dünyamızın hər tərəfində gizlənir. Bilirsinizmi? Riyaziyyatın sehirli çubuğu var. Bax, riyaziyyatın sehirli çubuğu mənəm. Baxın, mən hər tərəfə sehirli çubuğumdan bir toxunuş vura bilərəm. Riyaziyyatın ən baş köməkçisi rəqəmlərdir. Mən də riyaziyyatın böyük köməkçisiyəm, lakin rəqəmlər başdadır. Rəqəmlər riyaziyyata çox kömək edir. Onunla uşaqlar çoxlu şeylər öyrənir. Baxın, saatlara baxanda, telefon nömrələrində, ev və maşın nömrələrində də rəqəmləri görə bilərik. Həmçinin tarix və təbiətdə də. Baxın, siz heç arı pətəklərinə fikir vermişsinizmi? Onlar altıbucaqlıdır. Baxın, dünyada sonsuz ulduz var. Baxın, onlarda saymaqda rəqəmlərdən istifadə edirik. 1, 2, 3, görürsünüz, nə qədər ulduz var. Baxın, riyaziyyat alimləri deyiblər ki, dünya rəqəmlərin dilindən danışır. Əlimizdə 5 barmaq var, həmçinin ayağımızda da. Buna görə də qədim insanlar saymağı onluq sistemlə öyrəniblər. Baxın, hər tərəfdə rəqəmlər gizlənir. Biz onlara diqqətlə baxsaq, görərik ki, sanki onlar bir-birləri ilə gizantaç oynayırlar. Riyaziyyatı sevsək, onu çox yaxşı öyrənsək, riyaziyyatda bizi sevəcək. Və beləliklə biz həyatımızda rəqəmlərin sirrini, riyaziyyatın sirrini anlayacağıq.